Ailə məhək daşıdır. Ailəyə münasibət ər və arvad şəxsiyyətinin qabiliyyət və qanacaq dərəcəsini bildirir. Yetkin kəslərə yaxşı bəllidir ki, ailə xoşbəxtliyini sındıran öz qəlbini sındırar. Ailəsinin qədrini bilməyən el obasının da qədrini bilməz. Ailə yolu uzun yaxud qısa məsafəli bir yol olsa da keşməkeşli yoldur. Bu yolu labirintli yola çevirməyin. Bu yola bəxtəvər adı verin. Kim ailə bəxtini itirərsə, başı yalnız bəlalara düçar olar. Ailə kiçik vətən və müqəddəs məkandır. Bu məkanı qoruyanlar ulu Tanrımızın hörmət sahibi olurlar. Sosial psixologiya sübut edir ki, yer üzündə xarakteri 100% uyğun gələn ər və arvad mövcudluğu barədə düşünməyin mənası yoxdur. Ailə xoşbəxtliyinin açarı güzəştdir. Güzəşt etməyi bacarmayan ailələr öz xoşbəxtliyinə nöqtə qoyurlar. Ailə daxilində yaranan ziddiyyətli hallarda ər və yaxud arvadın mən qürurumu sındıra bilmərəm deyərək bağışlamağı inkar etməsi çox bəlalar doğurur. Necə deyərlər? Qürur qışqıran yerdə məhəbbət susur. Sevgi dəfn edilir. Bu qürur yalnız təkəbbür mövqeli qürurdur. Bəşər tarixi təsdiqləyir ki, dünya güzəşt üzərində qurulmuşdur. Güzəşti olmayan ər və yaxud arvadın xoşbəxtliyi boğulur və ailə yox olur. Ailədə bəzən qısa azarlıq olur. Amma daimi bezarlıq olmasın. Qəlbimizdə yazılmış milli ailə konstitusiyamıza görə ər də, arvad da ayağını yorğanına görə uzatmalıdır. Yaxşı anlamalıdırlar ki, ailə sevginin çox müqəddəs bir qurumudur. O qurumu ləkələmək günahdır. Ailənin nə qəlbinə yara olun, nə baharına qış olun, nə də gözünə yaş olun. Ailəni yalnız sevinç hədəfinə çevirin.